İlin dinamik inkişaf nominasiyasına gəldik çatdıq. Mükafatın bu nominasiya üzrə qalibi TV1 Media şirkətidir. Дорогие друзья, актуальные темы, интересные гости на ТВ1, Valley Project не пропускайте. Kino aləmində baş verənlərlə yaxından tanış olmaq istəyirsinizsə, TV1 kanalında Kinopuls verilişində mən Yusif Quliyevlə birlikdə əliniz nəbzinizdə olsun. Təhsil sahəsində baş verən yeniliklər, gündəmdə olan məsələləri TV1-in efirində mən Elnur Cavadzadənin təqdimatında böyük tənəffüs verilişində təhsil ekspertləri və elm xadimləri ilə birgə müzakirə edəcəyik. Avropanı tanımaq istəyirsinizsə, onda onu mənimlə, hicranla kəşf edin. Я, Лейла Ширинова, приглашаю всех на свой дневной эфир. Мир живого общения и самых актуальных тем. Следите за эфиром ТВ1 и обязательно делитесь самым интересным с вашими друзьями. Günün ən vacib məsələləri ilə bağlı bütün suallarınıza Bakı vaxtında Sualım var verilişində cavab tapacaqsınız. Bizi izləyin, bizi izləyin. Həqiqətləri danışmaq cəsarət, dinləmək isə mədəniyyətdir. Gəlin gündəmi birlikdə izləyək. Dünyada və Azərbaycanda baş verən hadisələrin təhlilini aktual verilişində mənim Arzu Qaziyevanın təqdimatında izləyin. Arxiv lentlərimlə ana xatır əfsanələrinin doğulduğu yurtlara, ulusumuzun boy verdiyi torpaqlarla görüşə dəvət edirik sizləri yaradıcı heyətimizlə. Уважаемые зрители, хотите быть в курсе интересных событий из жизни знаменитостей? Тогда следите за интересным разговором со мной, с Дарьей Эльзаде. Sizinlə mən üzüm, Esmir Akram. Sağ olun. Və hazırda mükafatı qəbul etmək üçün səhnəyə dəvət olunur Xəbərlər Departamentinin rəhbəri Esmira Turan. Salam xanımlar və cənablar. Bugün Azərbaycan mediasının güclənməsi, rəqəmsallaşması və peşəkarlıq səviyyəsinin artması məhz Prezident İlham Əliyevin media sahəsində göstərilən diqqət və qayğısının nəticəsidir. TV1 kanalının kollektivi olaraq biz Prezident İlham Əliyevin siyasətini davam etdirir, Respublikamızın həyatını, Türk dünyasını, qardaş Türkiyəmizi, Kuzey Kıbrıs Türk Cumhuriyyətini, tariximizi, mədəniyyətimizi və ortaq dəyərlərimizi daim diqqət mərkəzində saxlayıb işıqlandırırıq. Media dövlətin və cəmiyyətin güzgüsüdür. Business Time jurnalına və rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Dinamik inkişafa görə aldığımız bu mükafat əslində bir kollektivin əməyinin nəticəsidir. Bizi dəyərləndirdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.